Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə nəzr edilən müəllim hazırlama siyasət və problemləri mövzusunda 5-ci beynəlxalq elmi konferans öz işinə start verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Qafqaz Universiteti və Türkiyənin Hacettepe Universiteti ilə birgə təşkil etdiyi beynəlxalq konferansın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli avtomoloq Alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, dövlət qurumlarının təmsilçilərinin iştirak etdiyi konferansda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov çıxış edərək qeyd edib ki, bu konferans müəllim hazırlığı baxımından ölkəmizdə mövcud vəziyyətin qiymətləndirilməsində, həmçinin inkişaf etmiş ölkələrdəki qabaqcıl təcrübənin izlənilməsinə və xüsusi təhsil modellərinin təkmilləşdirilməsinə yol açacaq. 3 gün davam edəcək konferansda müəllim hazırlığının müxtəlif istiqamətlərlə bağlı 175 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Türkiyədə və bizdə bu təcrübənin, yəni müəllim hazırlama təcrübəsi öyrənilir. Qarşılıqlı şəkildə bir-birimizdən öyrənəcəyimiz şeylər çoxdur. Bu cümlədən dünyanın aparıcı ölkələrində bu sahədə məlum təcrübə haqqında fikir mübadiləsi aparırıq. Bu sempozyum aslında dünyada eğitimin niteliğinin tartışıldığı ve öğretmen niteliğinin tartışıldığı bir ajanda içinde çok önemli bir yer tuttuğunu düşünüyorum.